biz Cıdır düzünə gedəndə şəhid anaları ilə bir neçə ay bundan öncə. Orada Cıdır düzündə kənarda kabab çəkib araq içənlər gördüm mən. Burada şəhid anaları fəryad eləyirdi. Orada kimsə stəkan-stəkana vururdu. İndi bizdə rumka-rumka deyirlər ha. Mən ona göz yuma bilməyən aparıcıyam. Düz deyil, o Qarabağın bulaqların yanında gedib yemək də olar, içmək də olar, bu başqa şey. Məsələn, mənə görə Cıdır düzündə onu eləmək düzgün deyil idi. Bu mənim şəxsi yanaşmamda. Demirəm kimsə niyə gedir, onsuz da gedir yer içir də, yeyən içən bəyəm Səidədən icazə alır. Amma mənim üçün məsəl üçün çox ağrılı idi ki, şəhid anaları o qayalara baxıb oğlanlarının fəryadını eləyirdilər. Amma burada da kimsə süfrəsini salmışdı yerə, piknik deyək də. Bir tərəfdə də kabab manqalını qoymuşdu. Sadəcə mən orada çox pis yığılmışdım. Ayağım üstdən aşağı dəmir parçası ilə yarılmışdı deyə. Artıq yəni özümdə o mənəvi gücü tapmadım ki, onu işıqlandırım. Amma məsəl üçün demişdim ki, bir dəfə mən gedəcəm məhz o məsələyə toxunmaq üçün. Amma indi deyirəm ki, nə yaxşı ki, getməmişəm. Bizdə Cıdır düzündə araq içmək lazımdır. Yaxşı ki, getməmişəm, yenə də deyirəm. Yaxşı ki, getməmişəm, bəlkə də onu Allah istəmədi, mən getdim. Məsəl üçün, mən elə şeylərə laqeyd qala bilməyən adamam. İstəyirsiniz bunu mənim, nə bilim, anormallığım qəbul eləyin. İstəyirsiniz bunu mənim çılğınlığım qəbul eləyin. Mənim həyat tərzim belə deyə, mənim həyat tərzim dəyişməyən həyat tərzidir.